Məktəbin 8-ci sinif şagirdi davranış qaydalarını mütəmadi olaraq pozur, şagirdlərə qarşı qeyri-etik ifadələr işlədir, dərs prosesi zamanı aqressiv davranışlar edir və sinif yoldaşlarına fiziki təzyiq göstərir. Digər şagirdlərin valideynləri həmin uşağın davranışı ilə bağlı məktəb rəhbərinə rəsmi müraciət ünvanlayıblar. Bu barədə Baku Pülüsaza Bakı şəhəri Nərimanov rayonu 212 nömrəli məktəbdən bildiriblər. Qeyd edilib ki, həmin şagirdlə məktəb rəhbərliyi, məktəbin psixoloqu tərəfindən profilaktik söhbət aparılıb, müvafiq tövsiyələr verilib və dəstək tədbirləri görülüb. Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək övladının uyğunsuz davranışları ilə bağlı ona xəbərdarlıq olunmasına baxmayaraq müsbət nəticə əldə edilməyib. Məktəbin psixoloqu şagirddə davranış pozuntusu olması ilə bağlı rəy verib. Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi Dairəsinin əməkdaşları uşağın aidiyyatı üzrə həkim müayinəsinin keçirilməsini tövsiyə etsələr də, valideyn bununla razılaşmayıb. Həmçinin valideynin övladının xüsusi təhsilə cəlb olunması üçün psixoloji, tibbi, pedaqoji komissiyaya müraciət etməsi tövsiyə edilsə də, bundan da imtina olunub. Şagirdin davranışları ilə bağlı hüquq mühafizə orqanlarının aidiyyatı nümayəndələrinə də məlumat verilib. Məktəb rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb. Müvafiq qurumlarla birgə tədbirlərin görülməsi yönündə işlər aparılır.